Salam uşaqlar. Bugün agreement işləyəcəyik, yəni mübtəda xəbər uzlaşması, mövzu sınaqları 2025 Aynura Həmidova. Dinləməni bilirsiniz ki, burada QR kodla aça bilərsiniz. Gəlin qaydanın izahına keçək. Deməli, biz öyrənmişik ki, both hər iki deməkdir. Hər iki mütləq sayılan cəm isimlə işlənir və İki kontekst, yalnız ikidən söhbət gedə bilər, çoxdan söhbət gedə bilməz. Both fərq etməz, both of her parents və yaxud da both Murad and Ayan fərq etməz. Burada bir nəfər də olsa, and, nə bilim, flying kəs, burada da bir, burada da bir, baxmayın ona. Both həmişə cəm xəbər alır, çünki hər iki mənasını verir. Gəldik bura. A number of çoxlu deməkdir. The number of sayı deməkdir. Say ingilislərdə neçə olur olsun xəbəri həmişə təklə götürür. Bir də t hərfini yadınızda saxlayın. Tək. T tək. Belə də yadınızda saxlaya bilərsiniz. Onu mənim şagirdim demişdi. Onun dili ilə deyirəm sizin üçün. The number say deməkdir. Sayılar həmişə tək xəbərlə işlənir. A number çoxlu deməkdir. Xəbər həmişə cəmlə işlənir. Gəldik bura. Neither nor, either or, not only, but also. Bunlar ikinci ismə baxar. Burada bir isim var, burada ikinci isim var. Görürsünüzsə, bu ikinci isimdir. Və yaxud da deyirlər ki, xəbərə yaxın olan isim. Belə də deyə bilərsiniz. Bura are qoysaq, is qoysaq, indi bilmirik xəbərə yaxın olanda bizə necə yadda saxlayırız. Baxın, zaten bura boşluqda biz xəbər yazacağıq. Am, is, are. Fərq yoxdur. Bura are yazaq və yaxud da is yazaq. Deyir ki, bu xəbər, bunlar xəbərdir özünüz bilirsiniz. Xəbərə yaxın olan isim. Belə də deyirlər və yaxud da deyirlər ki, ikinci ismə bir, bu da iki. İkinci ismə görə uzlaşır. İkinci isim təkdədir. Ona görə əlbəttə ki, izlə was götürərik. Will be həm təklə, həm də cəmlə işlənir. Tea and coffee. Drink. Drink olar, drinks olar, hər ikisi olar. Əslində daha yaxşı olardı ki, drinks olsun ayrı-ayrı içəcəklər mənasında, içkilər mənasında. İçki ümumi mənada sayılmır, sayılmayan sözdür, amma içkinin növündən söhbət gedərsə, drink sözü sayılan isim kimi götürülə bilər. Bir də ki, mənim sevimli içkim, sevimli yeməyim olanda əksər vaxtlar bunu qarışdırırlar, xəbəri tək götürürlər. Burada dim səviyyəsidir deyə, dim səviyyəsində çay və kofe mənim sevimli içkimdir. Burada cəm götürüb. İki sayılmayan isim arasında and varsa cəm götürüb. Gəldik bura. Some people think that the life is better in the cities. The Earth's satellites help us to get more information. Physics aren't his favorite subject. Camels is famous for their ability storing water. İndi gəlin baxaq. Mübtədam some people'dır, cəmdədir. Think feildir. Bu da cəmdədir. Çünki feili s qoyanda o təklənir. The Earth's satellites cəmdir. Help xəbər də cəmdir. Çünki s qoysaydım təklənərdi. Physics sonu x ilə bitən. S görsək belə. Elm adı, fənn adı, oyun adı. Bunlar xəbəri cəm yox, tək alar. Camels, dəvələr. Axı, cəmdir. Burada are olmalı idi. Gəldik bura. Permission is an uncountable noun. İsimdir, ümumiyyətlə dırnaq içində verilən sözlərin xəbəri tək olar. Ta ki, dırnaq söz and, yenə dırnaq söz and olarsa, o zaman cəm verə bilərəm. Amma ümumiyyətlə, dırnaq içərisində 10 dənə də söz yazsam, məsələn, Tom and Jerry. Bu ayrı-ayrı yazılmışsa ar verərəm. Amma burada dırnaq açdımsa, demək bir cizgi filmin ümumi adını nəzərdə tutur. Bu zaman is. Bir cizgi filmlə danışır. Each boy, uşaqlar, each, either, neither.
və another yadınızdadırsa, bir də every xəbəri təkdə almalıydı. Yanlışdır. A grey suit is a dress code of some men. A grey suit boz kostyum xəbər təkdədir. Doğrudur. Gəldik bura. The fog dumandır, tüstüdür. Demişik ki, bunlar həmişə tək xəbər almalıdır. Sayılmayan isimlərin içərisində demişdik biz bunları. Gəldik bura. Ümumiyyətlə, agreement mövzusu bütün mövzuların içərisində keçilir. Hər mövzunun içərisində biz bunu izah edirik, lakin ayrıca təkrarən agreementi görə bilərsiniz bir qayda olaraq. İçin xəbəri nədir? Təkdədir, doğrudur. These scissors are doğrudur. A, D, sand, qum. Axı, biz demişdik sayılmayan isimlərdə ki, sayılmayan isimlərin xəbəri tək olmalıdır. Sometimes a piece of music, bir musiqi parçası bizi motivə edir. Ir, ir, ur, ürf. Həmişə feildə S olmalıdır. Gəldik bura. All music lovers cəmdədir. Oldu V doğrudur. A few slices V olmalıydı. A few cəm isim alıb. Ofdan qabaqki isimim cəmdirsə xəbərim cəmdir. Gəlirəm bura. Is there any iron in dark chocolate? Iron burada dəmir mənasındadır. Deyir ki, tünd şokoladda dəmir varmı? Many people, biz demişdik ki, cəm isim, cəm xəbər alar. İsimdən fərqli olaraq like sözündəki S silməliyəm ki, o cəmlənsin. İsimdə S olanda o cəm olur, feildə S olanda o tək olur. Silmək lazımdır orada S-i. The police xəbəri həmişə cəmdir. İsti pozmalıydım. Amma police car var. Demişdik ki, 2 dənə isim yanaşı gələrsə, ikinciyə baxaram. Təkdir. Həzlə doğrudur. Səsim biraz qripləmişəm. Üzürlü sayım biraz ola bilər. Səsim narahat gələ bilər. Okay, only a little of rice has eaten for dinner. Only a little of rice. Bu nədir? A little sayılmayan isimlə işləm. Xəbərdə təkdir, doğrudur. The first rules cəm verib of losing weight is yox. Are olmalıdır. Çünki burada cəmdədir. Ofdan qabaqki ismə baxmaq lazımdır. İki isim arasında of varsa birinciyə baxırıq. The number of. Özdəki the number'ın zaten demişdik t gördünüz burada. Xəbəri təklə götürün. Tək. T. The number. Həm də the number'ın axı tərcüməsi nə idi? Sayı. Bosun xəbəri həmişə cəmdir. Are there any way to solve it? Are verib any ways olmalıydı. Neither of these questions, neither'ın xəbəri dimdə təklə götürülür. Ona görə də düzgün variant olacaq. The number of his foreign friends is 5. Gözünüz rəqəm var. Rəqəmin xəbəri həmişə tək olur. Onu yadınızda saxlayın. Axı biz sayını soruşuruq. Sayı 5'dir. 5'lərdir demirəm axı. Gəldik bura. Several var. Cəm isim. Çünki several bir neçə deməkdir. Sayılan cəm isimlə işlənər. Bir neçə, yəni təxminən 7-8 mənasında. Most of the guests has. Axı most demişdik ki, özünə sonra cəm isim alarsa, cəm xəbər almalıydı. Mathematics elm adıdır. X s ilə bitsə də tək xəbər almalıdır. This building have yox, has olmalıdır, tək xəbər almalıdır. All of her, almost, yadınızdadsa bu qaydada, all özündən sonra cəm isim alarsa cəm xəbər gəlməlidir. This pair of. Ofdan qabaqki nədir? Tək isim. Baxmayın bura. Ofdan qabaqki isim təkdirsə, xəbər tək olmalıdır. İçin xəbəri həmişə tək olmalıdır. Keçən dəfə yazdıq. İç, ayzə, nayzə, every,
bir də ən azı. Bunlar həmişə sayılan tək isim alır, xəbəri də tək olur. Gəldi bura. Sugar and flour. Bu flour sözü, bu flower kimi səslənir. Bu un deməkdir, bu gül deməkdir, amma eyni səslənir. Sugar and flour needed for the recipe. Baxırıq ki, burada sayma isim var, amma and-lə birləşib. Demək ki, xəbərim cəm olmalıdır. Will be hamısında işlənir. Have cəmdir, is təkdir, was təkdir. Gəldik bura belə. A number demişdik xəbəri cəm alar, cəm. Will be hər ikisi ilə gedir, are cəmdir. Gəldik bura. Airline tickets cəmdir, were are. Gəldik bura. Ladies room. Aha. Demişdik ki, 2 dənə isim olanda ikinciyə baxacağıq. Ladies sözünə baxmayacaq. Ladies room təkdədir. Is, was, will be hamısında işlənir. All the employees, all cəm isim alarsa xəbəri cəm olmalıdır. Yəni are, were. Aha. Of var. Of'dan isim əvvəlki nədir? Təkdədir. Təkdə olduğu üçün burada tək xəbər verərəm. Cəmdir, cəmdir, təkdir. Demişdik ki, 2 isim arasında of varsa birinci ismə baxmaq lazımdır.